bir əqidəsi salamat olmayan götürüb yazmışdı ki, siz öz gününüzə ağlayın, siz Hüseynə niyə ağlayırsınız? Hüseyn cənnətdədir. Baxın, şeytan kimi bunların ustadı var. Şeytan nə deyir? Deyir, birinci deyir, Hüseyn cənnətdədir. Cənnətdə olan üçün ağlamazlar ki. Siz öz gününüzə ağlayın. Görürsünüz hardan yaxınlaşır. Görürsünüz şeytan hardan gəlir. Bəli, biz Hüseyn üçün ağlayırıq, biz insanlıq üçün ağlayırıq, biz bir insanlığın faciəsinə ağlayırıq. Biz bir ümmətin öz peyğəmbərinin balasına elədiyi zülmə ağlayırıq. Sən gəl mənə denən ki, Xocalı olub bitib də, Xocalıda hamısı şəhid oldu, getdilər cənnətə. Niyə ağlayırsan ki? 20 yanvarda qırdılar cəmaatı, niyə ağlayırsan ki? Kişi ağlamaz. Nədir? Kişi 2 dənə ulduzun qabağında əyilər. Amma zülmə məruz qalan üçün ağlamaz. Kişi yaltaqlanar, amma haqq üçün ağlamaz, Hüseyn üçün ağlamaz. O necə kişilikdir? O necə mərdlikdir? Hansı mərdlikdən danışırsan? Böyük şəxsiyyətlər nalə eləyiblər bu haqsızlığa.